Dedi ki, ya emirel müminin, bu insanların içerisinde en kör insan kimdir? Hazret buyurdu ki, ellezî amile li gayrillah. O insan ki Allah'a göre yok, Allah'tan başkasına göre amel eləyir. Yetlubu bi amelihi es-sevabe min indillah. Amma onun savabın Allah'tan istəyir. Deyir, kör budur. Allah'a göre əməl eləmir, özün göstərir. Riya eləyir, özün tərif eləyir. Tərif eləyirlər, ləzzət eləyir. Bu riyadır, özün göstərir. Allah'a əməl eləmir, amma savabı Allah'tan istir o əməlinə. Deyir, kör bu adamdır.